Dostlar salam. Deməli gördüyünüz bu şəxs Qasımov Nicat Mövlüdoğlu, Ucar rayon Bəxşə kənd sakindir. 2023-cü ilin 19 sentyabrda məlum anterror əməliyyatında iştirak edib və ağır yaralanıb. Deməli, nə olub? Nicat, hamısını sən danış. Nə tər baş verən iş gəlib? Qasımov Nicat Mövlüdoğlu, yəni 2023-də lokal tipli anterror vaxtında döyüşlər oldu. O döyüş nəticəsində bizə dron vasitəsilə bizi, yəni bizim heyəti, bizim yəni tağımda olan şəxsləri vurdular. Orada mən də var idim. Yəni mən bel, omba, sağ ayaq, başdan travma. Yəni bugünkü gündə yəni oturamıram, yaxşı özüm üçün, yəni özümü rahatçılıqla idarə eləyəm. Deməli dostlar, izah edim ki, diqqət edin, bu adam danışa bilmir. Nicat danışa bilmir. Ağır travma alıb, ayaqları sınıb, omba sümüyü sınıb, uzun müddət bu stasionar müalicə olub. Buna əlillik verməkdən imtina ediblər. Gördüyünüz kimi bu danışa bilmir. Bunun beyində yaddaş pozğunluğu yaranıb. Demək olar ki, bu adam 90% əmək qabiliyyətini itirib. Özü qeyd ediblər ki, sənəddə, tip sənədində, hərbi tip sənədində qeyd edilib ki, bu adamı müşahidəçiyə yəni ehtiyacı var, zərurət var. Müşahidəçi vasitəsilə gəzməlidir. Yəni bu adam 6 ay stasionar qaydada yatıb. Yəni müalicə olub. Hələ də müalicələr davam edib. Bu adama əlillik verməkdən qanunsuz olaraq imtina ediblər. Heç bir əsas olmadan. Bu biabırçılıqdır. Bu adam 90% əmək qabiliyyətini itiribsə, sən buna niyə görə əlillik verməyəsən ki? Gördünüz ki, bu adam danışa da bilmir. Nitqində pozğunluq yaranıb, heç vaxt düzələşdiriyor. Artıq üzərindən 1 il 6 aydan çox vaxt keçməsinə baxmayaraq, bu adam sağalmayıb. Danış Nicat, danış. Nə xahiş edirsən? Yəni dövlətin